Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel murselin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. İbn-i Qayyim rahimehullah cennete aparan, yani en asan ve en yakın yol hakkında deyir ki, o iki vaxt arasında olan vaxtı islah etməklə olur. İki vaxt arasında olan vaxt, yəni insanın hazırki vaxtı və eyni zamanda keçmiş və gələcək vaxt. Dünən, sabah və bir də bugün. Və deyir, insan dünəni və yaxud da keçmiş günlərini və keçmişdə olan günahlarını necə islah edir? Tövbə ilə. Tövbənin də əsası nədir? Qəlb əməlləri, peşmançılıqdır. Yəni burada heç bir məşəqqət, çətinlik yoxdur. Yəni insan bədən üzvləri ilə nəsə işləsin, yoxdur. Sadəcə qəlb əməlidir. Və o ki qaldı gələcək. Gələcəkdədir insan günahlardan çəkinməklə olur. Və günahlar da tərk etməkdir. Yəni bu da deyir, əməl deyil. Sadəcə tərkdir. Yəni gücə ehtiyac yoxdur. Yəni bu da asandır. Aleykümselam. Və yerdə qalır bugün. Yəni hal-hazırki insanın vaxtı. Əsas olan budur. Əsas olan, yəni hal-hazırki vaxtını islah etməsidir. Yəni onların ikisi çox asandır. Yəni keçmiş günahlarını tövbə ilə düzəldir. Gələcəkdə olacaq günahları çəkinməklə olur. Və hal-hazırki vaxt isə bu ağırdır. Ağır da hansı baxımdan? Yəni insan gərək ki, hal-hazırda üzərinə hansı vəzifə düşür? Yəni o vəzifəni öyrənərək onu yerinə yetirməklə olur. Yəni axirəti üçün faydalı olan əməli öyrənərək onu yerinə yetirməklə olur. Və bu günlərdə də artıq Şaban ayı başlayır. Şaban ayı. Şaban ayı da Ramazandan əvvəlki aydır. Və bu ayda, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox orucu bu ayda tutardı. Şaban ayında. Və alimlər də bunun hikməti haqqında danışarkən deyir ki, və bu da Ramazan ayına bir növ hazırlıq üçün idi. Ramazan ayına hazırlıq üçün. Yəni çox vaxt, insanlar, qəlbində iman olan hər bir insan Ramazan ayının dərəcəsini, fəzilətini bilir və ümumiyyətlə qəlbində niyyətlər bağlayır ki, Ramazan ayı gələndə filan qədər sədəqə verəcəm, filan qədər Quran oxuyacağım və yaxud da ibadət edəcəm. Amma görürsən ki, həmən niyyətləri bağlayan insan Ramazan ayı gəlir və Ramazan ayının bir çox hissəsi keçir, hələ bu insan özünə gəlməyib, hələ tam ayılmayıb. Səbəb nədir? Səbəbdir insanın ondan əvvəl hazırlaşmaması, ondan əvvəl hazırlıq görməməsidir. Və yaxud da başqa sözlə desək, insan hələ tənbəllik düyününü açmamasıdır. Tənbəlliyin düyününü açmamasıdır. İbn-i Seyyid rahimehullah Tövbə surəsində keçən ayə haqqında deyir ki, Allah Teala buyurur: "Velev aradul huruca la'addu lehu uddeten velakin kerihallahum bi'asahum fesabbatahum ve qila q'udu ma'al qa'idin." Əgər deyir onlar döyüşə çıxmaq istəsəydilər, yəni onun hazırlığını görərdilər. Onun üçün hazırlaşardılar əvvəldən. Lakin deyir, onların hərəkəti Allaha xoş gəlmədi. Yəni Allah Teala qədər tərəfindən onlara tənbəllik verdi.
və onlara deyildi ki, geridə oturanlarla birgə oturun. İbn-i Seymiyyə Rahimullah deyir ki, yəni bu ayə döyüş haqqında olsa da, deyir, hər bir xeyir əmələ aiddir. Hər bir xeyir əməlinə aiddir. Əgər insan deyir, o xeyir əməlini istəyərsə, ona nail olmaq arzusundadırsa və onun hazırlığını görməsə, deyir, ondan məhrum olacaq. Yəni, bu məsələ yəni, həqiqətən yəni, olduqca mühümdür. Və kim ona nail olur, onun üçün deyir, əvvəldən yəni, hazırlığını görənlər. Əgər deyirsən, deyir, o Ramazan ayında deyir, çoxlu Quran oxumaq istəyirsənsə, bugündən başlamalısın. Əgər oxumursansa, bugündən artıq başlamalısan ki, onda da müvəffəq ola biləsən. Və yaxud da digər nə kimi ibadətlər fikrində tutmursansa, bugündən başlamalısan. Bugündən başlamalısan ki, onda müvəffəq ola bilərsən. Yox, əgər sadəcə qəlbində niyyət var və Ramazan gəldikdən sonra onları edəcəyəm. Əgər hazırlıq olmayıbsa, Ramazan gələcək, girəcək və girdiyi kimi də çıxacaqdır, insanın əməlində bir dəyişiklik olmayacaqdır. Ona görə yəni bu məsələ mühümdür. Peyğəmbər s.ə.v də deyir ki, ən çox orucu Şaban ayında tutardı və bu da bir növ, yəni hazırlıq olaraq. İnşallah bunu hədislərlə götürərik. Və şair buyurur ki, "Mada Rəcəbu və mə əhsəntə fihi." Deyir, artıq Rəcəb ayı keçdi. Sən deyir, bu ayda bir yaxşılıqlar etmədin. Və budur artıq deyir, mübarək Şaban ayı gəldi. Ey deyir, vaxtları bilməməzlikdən dizay edən insan, onun vaxtın hörmətini bilməyərək ayıl və həlak olmaqdan çəkin. Fəsəvfə tufariqul ləzzətə qasran. Sən deyir, sonra o ləzzətləri istər-istəməz tərk edəcəksən. İstəsən də, istəməsən də. Və yuxallil mevtu kurhan min qədarak. Və ölüm sənin evini səndən boşaldacaqdır. Və bacardığın qədər günahlardan çəkin, tövbə et, ixlaslı şəkildə alə talabis sələməti min cəhim və cəhənnəmdən salamatçılıq, yəni istəyərək və günahkarların içərisində xeyirli olanlar da günahlarını düzəldənlərdir, yəni tövbə edənlərdir. Ümumiyyətlə, yəni hazırlaşmağın faydalarından əgər də insan yaxşı əməllərə vərdiş edərsə, o yaxşı əməl insanın bir növ adətinə çevrilər. Sələflərdən gəlib ki, Həmməd ibn Sələmədən deyir, biz nə vaxt Süleyman Teymi Rahiməllahın yanına gələrdik. Allaha itaat olunan vaxt idisə, onu itaatdə görərdik. Namaz vaxtıdırsa, onu namaz qılan görərdik. Dəstəmaz vaxtı dəstəmaz olan, başqa vaxt dəstəmaz olan görərdik. Xəstəni ziyarət edən və yaxud cənazəni müşahidə edən görərdik və yaxud da onu məsciddə oturan görərdik. Biz deyərdik ki, yəni bu insan deyil, Allaha asi ola bilmir. Yəni Allaha asi olmağı bacarmır. Yəni o qədər xeyrə vərdiş edib ki, yəni hər bir vaxtını xeyirdə keçirir. Və hədisdə də Peyğəmbər s.ə.v buyurur ki, əl-xeyru adə. Xeyir bir adətdir. Yəni yaxşı əməllər, yəni bir növ adət. İnsan onu davamiyyətli şəkildə edərsə, yəni insanın səciyyəsinə, təbiətinə, yəni çevrilə bilir. Deyir, İsa aleyhissalamın deyilənə görə də qabağına deyir, iç çıxır. İsa aleyhissalam deyir ki, İzhəb afəkallah. Deyir, buradan getdi, Allah səni afiyət versin. Və ona deyirlər, sən de iti danışdırırsan. Deyir ki, dildir də, deyir, xeyrə öyrəşdirmişəm, deyir, ancaq xeyir çıxır, deyir. Ümumiyyətlə, insanın yəni xeyrə tələsməsi, yəni xeyirdə başqasının ötməsinin böyük yəni mükafatları vardır. İnsan bu dünyada başqasını xeyirdə qabaqladığına görə qiyamətdə də, yəni dərəcələrdə də öndə olacaqdır. Amma gecikmək isə insanı geriyə saxlayır, geriyə düşürür. Müslümdə gələn hədisdə Əbu Səid el-Xudri radiyallahu anhına Peyğəmbər s.ə.v buyurur ki, "La yazalu qawmun yetəəxxarun hatta yuaxxirahumullah." Bir qövm, bir cəmaət gecikməkdə davam edərsə, nəhayətdir Allah onları gecikdirər. Yəni müxtəlif təsirlər var. Yəni Allah Teala öz rəhmətindən gecikdirər, lütfündən gecikdirər və əffindən gecikdirər və yaxud cənnətə girməkdə gecikdirər. Amma bəzi alimlər isə buyurur ki, yəni gecikdirər deyildiyi zaman, yəni artıq insan gecikdiyinə görə, yəni hər dəfə artıq xeyir əmələ gecikənlərdən olar. Və də insan çalışmalıdır ki, yəni xeyirli, əfsəl əməllərini Allaha qaldırsın.
Usame ibn Zeyd radiyallahu anh'a gelen rivayette dedi ki ey Allah'ın elçisi lem araka tasumu mineşşuhuri ma tasumu min Şaban. Dedi ki mən aylar içərisində Şaban ayındakı kimi daha çox oruç tuttuğunu görmədim sənin. Qala zaka şehrun yaghfalu nasu anhu beyne Recep ve Ramazan. Deyir ki bu ay yani Şaban ayı insanların bixəbər, qafil olduğu bir aydır. Rəcəblə Ramazan arasında olan bir aydır. Və bu ayda əməllər Allaha qaldırılır. Və mən də istəyirəm ki, əməllərim qaldırıldığı zaman oruclu olum. Və başqa rivayətdə də həmçinin buna oxşar mənada gəlir. İnsanların əməlləri qaldırılır və istəyirəm ki, mən oruclu olduğum halda əməllim qaldırılsın. Yəni bu hədisləri ona işarə edir ki, Şaban ayı iki əzəmətli ayın arasında yerləşir. Rəcəb ayı haram ayıdır və Ramazan ayı da oruc ayıdır. Yəni insanlar elə bilir ki, yəni bu haram ayı olduğuna görə diqqət yetirir və həmçinin Ramazan ayı da yəni oruc ayı olduğuna görə ona diqqət yetirir. Elə ki ikisinin arasında Şaban ayından deyir qafil bir xəbər qalırlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni insanların qafil olduğu, bir xəbər olduğu bir aydır və mən də istəyirəm ki, yəni o ayda yəni oruclu olun. Və şeytan ümumiyyətlə çalışır ki, yəni insanın qəlbinə yəni vəsvəsələr salsın, deyir ki, yəni biraz əməl etdiyin kifayətdir. Yəni Ramazan ayı var, Ramazan ayında Qədir gecəsi var, orada böyük savablı əməllər edərsən, yəni Qədir gecəsinin böyük fəziləti var. Belə insana, yəni sonra edərsən, insanı istəyir ki, yaxşı əməllərdən yayındırsın, insana arzular qapısını taybatay açır. Amma insan deyir, ayıq olmalıdır və ayılmalıdır ki, hər gün, hər keçən gün onun üçün böyük bir nemətdir. Və artıq keçdikdən sonra insan da peşmançılıq çəkəcək, həsrət çəkəcəkdir. Və Ramazan, yəni belə bir insan Ramazan ayının çoxu keçir, görürsən ki, heç bir yəni əməl etməyib, yəni heç bir o yəni fəzilətli əməllərin çoxusundan etməyib və buna görə də həsrət çəkir, peşmançılıq keçirir. Deyir, Ramazan ayı əgər danışsaydı, onu söyərdi. Və şeytan artıq deyir, onu bu işində, yəni xeyirdən yayındırmasında ona qalib gəlmişdir. Və onun qulaqlarını böyül edərək, onun qafasına, başına, arxasına vurmuşdur. Və ona demişdir ki, hələ gələn ildə var da, gələn, yəni bu Ramazandan istifadə eləmədin, gələn Ramazandan istifadə edərsən. Amma deyir, miskin bilmir ki, artıq deyir, onun kəfənləri toxunur. Ölüm mələyinin gözünün qarşısında kəfən toxunur. Və ola bilsin, deyir, onun ailəsi yaxında ona yaxın günlərdə kəfənini alacaqlar. Və ondan ən qiymətli, ən bahalı paltarlarını soyunduraraq, çıxararaq ona kəfəni geyindirəcəklər. Və əməllərin də qaldırılması var gündəlik, həftəlik və həmçinin də illik. Birinci növ odur ki, gündəlik qaldırılma. Necə ki, Əbu Hureyra radiyallahu anh hədisində gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, يَتَعَاقَبُونَ ف۪يكُمْ مَلَائِكَةٌ بِالْلَيْلِ وَمَلَائِكَةٌ بِالنَّهَارِ. Mələklər, yəni gecə və gündüz mələkləri bir-birlərini təqib edirlər. İnsanların əməllərini qaldırmaqda. وَيَجْتَمِعُونَ ف۪ي صَلَاةِ الْفَجْرِ وَصَلَاةِ الْعَصْرِ. Onlar fəcr və həmçinin əsr namazlarında toplaşırlar. ثُمَّ يَعْرُجُ الَّذ۪ينَ بَاتُوا ف۪يكُمْ. Və sonra sizin yanınızda gecələyənlər göyə qalxırlar. Və Allah Teala onlardan daha yaxşı bildiği halda onlardan soruşur. Siz mənim bəndələrimi necə tərk etdiniz, necə buraxdınız? Və onlar deyərlər ki, taraknahum və hum yusallun və əteynahum və hum yusallun. Yəni biz onları tərk edərkən də onlar namaz qılırdılar və biz onların yanına gələrkən də onlar namaz qılırdılar. Yəni bu əməllərin belə ərz olunması insana həm bir növ fəxr və həmçinin də həya, Allahdan utanmağı vacib edir. Yəni insanın halına görə. Əgər həmən vaxtı insanın yaxşı əməlləri qalxırsa, bu yaxşı haldır. Yox, həmən vaxtı günahlar qalxırsa, buna görə də insan həya etməli, utanmalıdır. Və bu da deyir ki, Allah Teala tərəfindən bir növ xəbərdarlıqdır ki, yəni Allah Teala sənin əməllərini bilir, xəbərdardır və hər gün Rəbbinə əməllər qaldırılır və onu hörmətli mələklər qaldırır. Və Allah Teala onlardan daha yaxşı bildiyi halda yenə soruşur.
Ya da bu da onu bildirir ki insan daima yani ayıq olmalıdır, diqqətli olmalıdır və əməlləri ixlasla, yəni Allah üçün daha gözəl şəkildə yerinə yetirməyə həris olmalıdır. Əgər səndən müəyyən bir müqəssirlik, səhlənkarlıq baş verdisə və yaxud da tənbəllik ortaya çıxdısa və qalxaraq dərhal onu aradan qaldırmağa çalış və ötən əməlləri düzəlt və ölən əməlləri də yenidən diriltməyə çalış. Və insanın qəlbi nə qədər diri olarsa və qəlbini yoxladığı zaman və bir o qədər də hiss etməsi də güclü olar. وَلَمْ تُنْسِ الْأَيَّامُ وَتَعَقُبُ وَأَنَّ هَذِهِ الْوَظِيفَ الْمَلَائِكَةَ الثَّابِتَةِ Və gecələrin və gündüzlərin keçməsi insana bu mələklərin bu vəzifəsini, bu daimi vəzifəsini insana unutdurmamalıdır. İmamlardan biri Dahhak rahimehullah bir gün axşam gəldiyi zaman ağlayardı. La adri ma rufi'a min amal və deyərdi ki, mən bilmirəm əməllərimdən hansı qaldırılıb. Və deyir, ey əməlləri Allaha ərz olan. Allah Teala hər bir gizlini və aşkarı bilir. Və deyir, sən sevinmə, çünki tənqid edən hər şeyi görəndir. Yəni, yönəldir ki, sadəcə əməl yox, əməlin necəliyidir. Və bu əməllərin gündəlik qaldırılmasıdır. Və sonra gəlir həftəlik qaldırılma. Həftəlik qaldırılma həftədə 2 dəfədir, 1-ci və 4-cü günlər. Və bu da hər gündən sonra xüsusi olaraq yəni bir qaldırılmadır. Yenə bu 2 günün fəzilətini bildirir, 1-ci və 4-cü günlərin və onların xüsusiliyinə dəlalət edir. İmam Əhmədin müsnədində gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm 1-ci və 4-cü günlər çox oruç tutardı. Və ondan bu barədə soruşulduğu zaman deyərdi ki, İnnəl a'malə tu'radu kullə ithneyn və xamis fəyuğfəru li kulli muslim. Hər 1-ci və 4-cü gün əməllər Allaha ərz olunur və hər bir mömin və yaxud da hər bir müsəlman bağışlanır küsənlərdən başqa. Küsənlərdən başqa. Fəyəqulu əxirhumə və deyər ki, onların əməllərini qaldırmayın. Və hər 1-ci və 4-cü günlər əməllər Allaha ərz olunur. Hər bir müsəlman bağışlanır. Küslü olanlardan başqa. Tirmizdə gələn rəvayətdə isə Tu'radul a'mal yawmal ithnayn wal xamis fa uhibbu an yu'rada amali wa ana saim. Hər 1-ci və 4-cü gün əməllər ərz olunur. Mən də istəyirəm ki, həmən günlər oruclu olum. Necə ki, Şaban barəsində, Şaban ayı haqqında demişdir. Şək yoxdur ki, sən orucla yanaşı başqa yaxşı əməl də cəm etsən, bu daha yaxşı, əməlin qəbul olunmasına daha yaxın olar və həmçində günahların silinməsinə. Və elə bil ki, əməllərin həftəlik ərz olunması, qaldırılması xüsusi olaraq bir növ ərz olunduqdan sonra yenidən ərz olunmasıdır. Nəyə görə? İnsanın ayıqlığını, diqqətini artırması üçün. Yəni bu 2 günə daha çox diqqət yetirsin. Və yəkun əşəddə hirsan fihimə min məsə. Yəni bu günlərə başqa günlərə nisbətdə daha həris olsun. Yəni yaxşı əməllər işləməyə. Və həmçinin Rəbbindən həya etsin, utansın ki, o günlər Rəbbinə günahları, asilikləri qaldırılmasın. Və 3-cü növ qaldırılma isə illik qaldırılma. Deməli, gündəlik, həftəlik və bir də illik qaldırılma. İllik qaldırılmada öncə keçən hədisdə zikr olundu. Yəni, Peyğəmbər s.ə.v buyurur ki, وَهُوَ شَهْرٌ تُرْفَعُ الْأَعْمَالُ فِيهِ إِلَى رَبِّ الْعَالَمِينَ. Yəni, bu elə bir aydır ki, bu ayda əməllər Allaha qaldırılır və mən istəyirəm ki, əməllərim qaldırıldığı zaman oruclu olum. Yəni, bu hədisdə də bir incə işarə vardır ki, elə bil ki, Şaban ayı ilin axırıncı ayıdır. Amma təqvimdə axırıncı ay hansıdır? Zilhiccə aya. Zilhiccə sonra Məhərrəm gəlir də. Məhərrəm 1-ci aydır, Zilhiccə axırıncı aydır. Amma bu isə hansı təqvimə əsasən deyir? Axirət təqviminə, ilahi təqvimə görə elə bil ki, bu hədisdən çıxarılan fayda kimi, yəni axırıncı ay Şaban ayıdır. Bu təqvimə görə yox, hansı təqvimə görə?
axirət təqviminə görə. Yəni Şaban ayı elə bil ki, axırıncı aydır və yeni il Ramazandan başlayır. Yeni il Ramazandan başlayır. Yəni bir növ yönəldir ki, sən ilin axırını yaxşı tamamla və sonra yeni ilə daha gözəl şəkildə yeni bir səhifə açaraq, yəni həyata, yəni başla. Elə bil ki, yəni bu ay, yəni olur da, yəni illik, demilmə, açot-uçot eləyirlər. Və həmçində insan da illik etdiyi əməlləri yəni hesaba çəkərək, yəni tövbə etməsi və ilin sonunu yəni müşklə gözəl şəkildə yəni qurtarmasına bir növ həvəsləndirir. Və buna görə də bu hədisdən keçən faydalardan, yəni insan deyir, qafil insanların, bixəbər insanların dəstəsindən ayrılmalıdır. Çünki bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm nəyə işarə etdi? Yəni bu aydır insanların bixəbər olduğu aydır, qafil olduğu aydır. Və buna görə də yəni insanlardan fərqli olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm bu aya daha çox diqqət yetirdi. Yəni insanların çoxu bundan qafildirlər. Və deyir, sən də çalış ki, yəni o qəfləti ilk yırtanlardan ol. Və o axının əksinə üzənlərdən ol. Və insanlar hamısı yuxudadırlar və sən tək ayıq olanlardan ol. Və bununla yanaşı həm ətrafında olanları da oyanmağa çağır. Onların tənbəlliyindən uzaqlaşdır və görürsən ki, çox vaxt yəni cənnətin qapıları izdihamlı olur Ramazan ayında. Yəni Ramazan ayında belə insanlar çox ibadətə yönəlir, amma ağıllı insan deyir, o izdiham olan vaxt yox, izdiham olmayan vaxtı o qapıya yönələndir. Yəni bu Şaban ayında o qədər izdiham yoxdur. Və deyir, çalış ki, sən bu ayda daha çox yəni diqqət yetirəsən. Ümumiyyətlə, yəni qəflət vaxtı əməl etmək Allaha daha sevimlidir. Qafillik vaxtı, yəni insanların qafil olduğu zaman əməl etmək Allaha daha sevimlidir və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar qafil olduğu zaman gecə namazına həvəsləndirmiş və bunu müstəhəb görmüşdür. Necə ki, sahabələrdən birinə deyir ki, İstata'te en tekune mimmen yezkurullaha fi tilkes saati fekun. Əgər sən bacarsan gecənin boşluğunda, yəni o saatda Allahı zikr edənlərdən olmağı bacarsan, deyir, ol. Əgər mömin həmən vaxtı qalxarsa, insanların qalxmadığı zaman, o tənbəllərin çatmadığı dərəcəyə, o yatanların çatmadığı dərəcəyə çatar. Və sözsüz ki, yastığı üstün tutanla ibadəti üstün tutan eyni ola bilməz. Və buna görə də, yəni qəflət vaxtı insanların qəflətdə olduğu zaman əməl etməyin əcri, savabı da böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur səhih hədisdə, Afdalus saati cawful leylil axir. Yəni saatların, vaxtların ən əfzəli gecənin son boşluğudur. Gecənin son boşluğudur. Yəni çünki deyir, yəni qəflət vaxtı, yəni insanların qafil olduğu zaman ibadət etmək, nəfsə ağır gəlir. Məşəqqətlidir, çətindir. Çünki nəfs elədir ki, ətrafındakını nümunə götürmək üzərə yaradılıb. Və görəndə ki, ətrafdakılar belə həvəslidir, ibadətlidir, insana da asan olur ibadət etmək. Amma görəndə ki, hərəsi bir vadidədir, insanlar günaha yönəlib, onda tək-təkinə ona ibadət etmək, yəni ağır gəlir. Elə bil ki, o axının əksinə üzmək, yəni çox çətindir. Və həmçində, yəni qafillik çoxaldığı zaman, fitnələr çoxaldığı zaman, əyriliklər çoxaldığı zaman ibadət möminlərə ağır gəlir, amma buna baxmayaraq savab da böyükdür. Savab da böyükdür. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm yəni sonra gələn nəsillər haqqında, yəni ümmətindən sonra gələn nəsillər haqqında nə buyurmuşdur? Hansı ki, onlar Peyğəmbər sallallahu aleyhi və səlləmi görmək şərəfinə nail olmayıblar. Onlar haqqında buyurur ki, lil amili minhum ecru 50 minkum. Deyir, o vaxtı əməl edənlərə sizdən 50'sinin savabı veriləcəkdir. Sahabələrdən 50'sinin əcri mükafatı. Peyğəmbər sallallahu əleyhi və səlləm səbəbi necə gətirir? Səbəb də odur ki, innekum tecidun alel xeyri a'vanen və la yecidun. Çünki deyir, onlar
yəni siz deyir, xeyirli işlərdə yardımçılar tapırsınız. Xeyir işdə, yaxşı işlərdə sizə kömək edənlər var. Yoldaş, dost, o birisi. Amma deyir, onlar xeyirli işlərdə deyir, yardımcı tapmayacaqlar. Ona görə deyir, onlardan birinə sizdən 50'sinin savabı, mükafatı, əcri veriləcəkdir. Yəni fəzilətə çatmaq olmaz, sadəcə burada nə keçir? Əcr keçir. Nəyə görə? Çünki onlar ibadətdə, itaətdə tək olduqlarına görə, yardım edənlər olmadığına görə və fəsad çoxaldığı bir dövrdə, qəflət çoxaldığı bir dövrdə və həmçinin qəriblik çoxaldığı bir dövrdə. Və hədisdə də Peyğəmbər s.ə.v buyurur ki, Bədəəl-İslamu qaribən və səyəudu qaribən kəmə bədə. İslam deyir, qərib olaraq başlayıb. İslam qərib olaraq başlayıb və qərib olaraq da qayıdacaqdır. Yəni Peyğəmbər s.ə.v ilk dəvətçi olaraq ortaya çıxanda ona qəribə baxırlar. Yəni bu hardan çıxdı? Bu nə danışır? Hamı ona qərib baxırdı. Necə ki, İslam deyir, qərib olaraq başladığı kimi və qərib olaraq da qayıdacaqdır. Və sonra buyurur ki, fətubə lil-ğurabə və xoş halını o qəriblərin. Dubə mənalarından da bir də odur ki, cənnətdə bir ağacdır. Dubə cənnətdə bir ağacdır. Onun məsafəsini bir atlı 100 ilə qət edəcəkdir. 100 ilə qət edəcəkdir. Yəni Peyğəmbər s.ə.v onları elə bir ki, cənnətdə olacaq bir ağacla müjdəliyir. Və sonra deyilir ki, qəriblər kimlərdir? Qəriblər kimlərdir? Və Peyğəmbər s.ə.v buyurur ki, Əllədinə yuslihunə idə fəsədən nəs. Deyir, qəriblər insanlar pozulduğu zaman islah edənlərdir. Qəriblər kimlərdir? Bir rəvayətdə gəlir ki, insanlar pozulduğu zaman islah edənlərdir. Başqa bir rəvayətdə isə yuslihunə mə əfsədən nəs. İnsanların körladığını islah edənlər, düzəldənlərdir. Bir rəvayətdə insanlar pozulduğu zaman islah edənlər, başqa rəvayətdə isə insanların körladığını, xarabladığını düzəldənlərdir. Yəni bu da nəyi bildirir? Həqiqətən, yəni təkcə salih olmağın yox, salih olmaqla yanaşı islah etməyin mühümlüyünü bildirir. Və həqiqətən insanlar da salih olmaqla yanaşı islah etməyə çalışarsa, yəni onun sayəsində Allah Teala başqalarından da bəlanı qaldırar. Bəzən də olur sadəcə insan salih olmasıyla, amma əsas da islah etməsi ilə olur. Necə ki buna dəlil olaraq Cabir ibn Abdullah radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm yəni ayaq üstə duraraq xütbə edirdi. Şam tərəfdən bir karvan gəlir. Şam tərəfdən bir karvan gəlir və insanlar yəni ona tərəf gedirlər, karvana tərəf və Peyğəmbər s.ə.v-lə bərabər 12 nəfər qalır. Yəni bir çoxu karvanı görüb karvana tərəf gedirlər. Yəni ticarət malı olduğuna görə fənəzələt ayəti suratul Cümə və Cümmə surəsində keçən ayə nazil olur. Axırıncı ayəsi Allah Teala buyurur: "Və izə ra'av ticaratan aw lahwan infaddu ilayha və tarakuka qa'ima. Qul ma indallahi xeyrun minəl-ləhvi və minət-ticara vallahu xeyrur raziqin." Onlar ticarəti və yaxud da əyləncəni gördüyü zaman dərhal ona tərəf yönəldilər və səni ayaq üstə tərk etdilər. De ki onlara Allah qatında olan əyləncədən də və ticarətdən də daha xeyirlidir və Allah Teala ruzi verənlərin ən xeyirlisidir. Səhih hədisdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər 12 nəfər qalır. 12 nəfərdən də biri Əbu Bəkir, o birisi isə Ömər radiyallahu anhuma idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Vəllazi nəfsi biyədi." Nəfsim əlində olana and olsun ki, "Ləv tətəbə'tum hattə la yabqa minkum ahadun ləsələ aleykumul vadi nara." Nəfsim əlində olana and olsun. Əgər sizin hamınız geçsəydiniz, bir-birinizin ardınca hamınız, heç kəs qalmasaydı, onda bu vadi sizin üzərinizə od yağdırardı. Yəni onların həlak olmamasına səbəb kim oldu? Bu az dəstə, 12 nəfər. Yəni Allah Teala bu azlığın səbəbi ilə əzabı başqalarından çevirdi. Və həmçinin bu mənaya dəlalət edir başqa bir hədis.
Abu Musa Əş'ari radiyallahu anh'a gələn rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Və ashabi əmanətun li ümmeti." Mənim sahabələrim, yəni ümmətim üçün bir növ, yəni qorunmağın əvəzini verir. Yəni nə qədər sahabələr var, ümmətim qorunacaqdır. Fə izə zəhəbə ashabi ətə ümməti mə yuadun. Sahabələr getdikdən sonra ümmətimin başına o vəd olunan şeylər, yəni fitnələrin ortaya çıxması, fəsadlar baş verəcəkdir. Yəni elə bil ki, sahabələr ümmətdə, yəni qorunmağı, ümmətin qorunmağını, yəni əvəz edirdilər və həmçinin onların timsalında da hər bir dövrdə, hər bir zamanda, hər bir məkanda da salihlərdir. Yəni Allah Teala onların səbəbi ilə yəni ümməti həlakdan qoruyur. Amma salihlərin də sayı az olarsa, fasiqlər çoxalarsa, xəbis çoxalarsa, onda əzabdır, hamını bürüyəcəkdir. Əzab hamını bürüyəcəkdir. Allah qorusun. Çünki Allah Teala buyurur: "Vattaqu fitneten la tusibennellezina zalamu minkum khassa." Yəni siz elə bir fitnədən, müsibətdən həzər edin ki, o təkcə sizdən zülm edənlərə toxunmayacaqdır. O gəldiyi zaman hamını bürüyəcəkdir. Və ona görə yəni bildikdən sonra və insan artıq bu ləzzəti, sevinci duyduqdan sonra çalışmalıdır. Harda olsa bunu bölüşsün və insanların islah olmasına çalışsın və islah da yalnız tövhidlə və şirkin aradan qalxması ilə olur. Deməli, nə qədər ki, yəni şirk var, yəni tövhiddə problem var, deməli, o ən böyük fəsad sayılır. Nə qədər belə başqa şeylər düzəlsə də, ən böyük fəsad nə deməkdir? Tövhidin aradan qalxmasıdır və şirkin yayılmasıdır. Və həmçinin burada bir növ müjdə olaraq deyir ki, insan yəni çəkinməməlidir, yəni ümid üzməməlidir. Yəni nə qədər ağır olsa da, yəni birinci insana ağır gəlir və sonra asanlaşır. Necə ki, yağış ilk yağmağa başladığı zaman birinci bir neçə damcı tökülür. Amma sonra şır yağır. Elə bil ki, qabı əndərib tökürsən. Və həmçinin də əməl də belədir. Yəni birinci ağır gəlir, amma sonra artıq yəni asanlaşır. Hətta insan nə qədər çox əməl etsə də, yəni insana, nəfsinə, yəni ağır gəlmir. Və həmçinin İbn Qayyim rahimehullah deyir ki, əməllər, yəni yaxşı əməl özündən sonra yaxşı əməl gətirir. Amma zəlalət isə, zəlalətin cəzası nədir? Özündən sonra başqa bir zəlalətin gəlməsidir. Və bundan sonra, vaxtımıza var. Yəni hazırlıq baxımından, yəni bu aydın oldu ki, yəni hazırlıq öncədən olmalıdır. Ramazan ayı gəlməmişdən əvvəl olmalıdır hazırlıq. İndi hazırlaşmaq deyildiyi zaman hansı əməllərə insan daha çox diqqət yetirməlidir. Və sözsüz ki, əməllər içərisində ən mühüm olan fərzlərdir. Fərzlərə diqqət yetirməlidir. Yəni, bəzi insanlar kimi, yəni, sünniyə yox. Necə ki, olan hadisələrdəndir, deyilənə görə. Və birisi görür ki, hər dəfə sahura durduğu zaman, yəni, qonşunun işığı yanır, yəni, mətbəxdən səs gəlir. Amma sonra görür ki, gündüz bu oruç tutmur. Hər gün belədir, səhər durur, sahura durur, amma gündüz oruç tutmur. Və sonra qonşuya deyir ki, sən, yəni elə istəyirəm ki, yəni sahur yeməyinə durursan, amma oruç da tutmursan, deyir ki, indi fərzi etmirəm, sünnəni tərk etməli deyiləm ki, deyir. Yəni insanların bəziləri, yəni belə başa düşür, amma əsas odur ki, fərzləri, birinci fərzlər, çünki ilahi hədisdə, Peyğəmbər sallallahu deyir ki, Allah Teala belə buyurur: وَمَا تَقَرَّبَ إِلَيْ عَبْدِي بِشَيْءٍ أَحَبَّ إِلَيْ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ. Yəni qulun mənə yaxınlaşdığı əməllər içərisində, yəni ən çox sevdiyim fərz əməllərlə yaxınlaşır. Mənə sevimli olan fərz əməllərdir. Sonra fərzləri yerinə yetirdikdən sonra nafilə əməllərlə yaxınlaşmaqda davam edərsə, nəhayətdir mən onu sevərəm. Nəhayət mən onu sevərəm. Və onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram.
Və sonra Allah Teala buyurur ki: "Və in sa'alani la'u'tiyannah." Əgər məndən bir şey istəsə, onun istədiyini verərəm. Və mənə sığınarsa onu qoruyaram. Yəni fikir ver, insan necə dərəcəyə çatır, nafilələri də qorumaqla, yəni bir şey istədirsə Allah Teala dərhal verir. Sığınırsa qoruyur. Və sözsüz ki, yəni əmrlərə diqqət yetirmək, o əmr edəni təzim etmək deməkdir. Əgər yəni bir insan deyir, Allahın əmrlərini, fərzləri, əmrləri təzim edirsə, yəni təzim etmək nə deməkdir? Yəni ona diqqət etmək, vaxtında yerinə yetirməsi, səhlənkar olmaması, yəni düzgün formada həyata keçirməsi. Yəni insan buna diqqət yetirirsə nə deməkdir? O insan onu əmr edəni təzim edir. Yəni Allaha təzim etmiş deməkdir. Yox, əgər insan deyir, əmrə qarşı səhlənkardırsa, o deməkdir ki, o insan əmr edəni təzim etmir. Yəni Allahı təzim etmir. Allahı yəni ucaltmır. Allah qorusun. Və sonra yenə hazırlıqdan Ramazan, yəni Şaban ayının orucudur. Şaban ayının orucu. Necə ki Ayşə anamızdan gəlir. Deyir ki, "Kana Rasulullah sallallahu aleyhi ve sellem yasum hatta naqul la yuftir ve yuftir hatta naqul la yasum. Ve ma ra'aytu Rasulullah sallallahu aleyhi ve sellem istekmele siyam şan illa Ramazan ve ma ra'aytu akthara siyam min Şaban." Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yəni o qədər yəni oruçsuz günlər olardı. Biz deyərdik ki, daha bu oruç tutmayacaq. Və bəzən deyir, oruç tutmaya başlayar, deyərdik ki, daha yəni orucun ardını kəsməyəcək. Və belə edər Peyğəmbər sallallahu və sonra dedi ki, Peyğəmbər sallallahu tam şəkildə Ramazan ayını tutub, amma ən çox tutduğu da Şaban ayındadır. Tam olmasa da ən çox tutduğu Şaban ayının oruclarıdır. Yəni ən çox Şaban ayında Peyğəmbər sallallahu hamısını tutmasa da Şaban ayında tutardı. Yenə burada hikmət olaraq, bunda hikmət nədir? Fəhu ənə siyam fi kəttəmrin alə siyam Ramazan. Elə bilir ki, Şaban ayında oruç tutmaq, yəni bir növ məşq kimidir. Yəni Ramazan ayına hazırlıq kimidir ki, likey la yadxulə sawm Ramazan alə azmək bi məşəqqə və kulfə. Yəni Ramazan ayına girdiyi zaman Ramazan ayının orucu insana çətin, məşəqqətli olmasın. Yəni artıq ondan əvvəl məşq edib və vərdiş edib. Və vəcədə bi siyam Şaban halavati siyam və ləzzəti. Və Şaban ayının orucunu tutmaqla Ramazan ayında artıq orucun ləzzətini tam şəkildə insan yəni hiss edir. Və həmçinin İbn Rəcəb rahimehullah deyir ki, Siyam-ı Şaban afdal min siyamil əşhurul hurum. Şaban ayının orucu haram ayların orucundan daha əfsəldir. Məsələn, Rəcəb ayı haram ayıdır. Bəziləri bilirlər ki, Rəcəb ayı daha əfsəldir. Xeyr. Şaban ayının orucu daha əfsəldir. Və afdalu tatam mə kənə qaribən min Ramazan qablə və ba'dəhu. Yəni nafilənin də əfsəli Ramazana yaxın olandır. Həm əvvəl qabaqdan və sonradan yaxın olandır. Və təkunu mənzilətu minəs-siyam bi mənziləs sunanir rawati ma'al farad qablə və ba'də. Elə bir ki, Ramazan ayından əvvəl və sonra olan nafilə oruclar elə bir ki, fərz namazının çölündə olan sünnələr kimidir. Və həmçinin hazırlıq deyildir. Fərz əməllərə diqqət yetirmək, sonra Şaban ayının orucudur, sonra gəlir Quran oxumaq. Yəni kim Ramazan ayında çoxlu Quran oxumaq istəyirsə, deməli bugündən başlamalıdır artıq. Yəni bugün Şaban ayı girib, yoxsa sabah başlayır? Bugün girib artıq. Artıq Şaban ayının biri girib. Deməli, Quran oxumaq. Yəni, sələflərdən gəlir ki, o Şaban ayı gələndə eləsi oldu ki, dükanını bağlayardı, Quran oxumağa yönələrdi. Yəni, bizdən deyir, çoxu deyir, uzun-uzadı vaxtını deyir, internetə keçirir, Facebookda keçirir. Amma onun deyir, bir hissəsini, ondan birini Rəbbinin kitabını oxumaqda xəsislik edir. Və artıq islah vaxtı gəlib çatıb və işləri əvvəlki vəziyyətinə qaytarmaq vaxtı çatıb Şaban ayından başlayaraq. Və buna görə də, ey qardaşım, internet düşkünü olan qardaşım,
Facebook düşkünü olan qardaşım, yəni artıq ondan vaxtını azalt və bil ki, Ramazan ayı ən qiymətli, ən dəyərli aydır və onu da qiymətləndirmək üçün bugündən başlamaq lazımdır. Və həmçinin oxumaq deyildiyi zaman yenə oxuyarkən orada olanlara əməl etmək də nəzərdə tutulur. Çünki Ömər radiyallahu anhu deyərdi ki, "La yaghurrannakum men qara'al Qur'an, fe innema huwa kalamun yutakallamu bih, velakin unzuru men ya'malu bih." Sizi Quran oxuyanlar deyə aldatmasın. Onların Quran oxunması sizi aldatmasın. Quran sadəcə danışılan bir kəlamdır. Baxın deyir, ona orada olana əməl edir, yoxsa yox. Və həmçinin, yəni bununla yanaşı bir insan yaxşı əməl etməklə bir zərbə ilə həm özünü düzəltmək və həmçinin də başqasını da islah etmək niyyəti olsun. Çünki bu Quran vəhyi, bu vəhyin nuru insanın qəlbinə işıq salarsa və insanın əzalarını da bürüyər. Və buna görə də Meymun ibn Mihran rahimehullah deyir ki, "Ləv saluha əhlul Quran saluhan nas." Əgər deyir Quran əhli düzələrsə, insanlar da düzələr. Quran əhli islah olarsa, insanlar da islah olar. Demək, birinci fərzlər, sonra nə gəldi? Nafilələr, Şaban orucu, sonra Quran oxumaq və dördüncü də, yəni hazırlıq baxımından necə hazırlaşmalıyam Ramazan ayına? Qəlbi təmizləməklə. Əsas olan məsələlərdən biri qəlbi təmizləməklə. Qəlbin köksün salamatçılığı ilə. Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Yattali'ullahu ilə cəmi'i xalqihi leylətən nisf min Şaban. Yəni Şaban ayının 15-ci gecəsi Allah Teala yaratdıqlarına baxar. Fəyəğfiru li cəmi'i xalqihi illə li müşrikin əv müşahin. Yəni Allah Teala hamısını bağışlayar müşrikdən və küsənlərdən başqa. Deməli, Şaban ayının hələ 15 gün var. Kim ki küsülüdür, küsülüyü aradan qaldırmaya çalışsın və bir də şirk məsələsinə də diqqət yetirməliyik. Allah qorusun. Deməli, Allah Teala baxar və hər bir kimsəni bağışlayar müşrikdən və küslü olanlardan başqa. Amma o ki qaldı bəraət gecəsi deyirlər və o gecəni xüsusi ibadətlə ayırmaq bu bidətdir. Yəni belə bir fəzilət gəlib, amma o ki qaldı belə bir şey, o gecəni belə keçirmək gəlməyib. Yəni bu hədisdən nə kimi faydalar ortaya çıxır? Yəni Allah Teala birinci qullarının hamısını bağışlayır müşrikdən başqa. Və buna görə sən deyir özünü yoxlamalısan və öz daxilini araşdırmalısan ki, qorxmalısan ki, hər hansı bir şirklə mübtala olmuş ola bilərsən, gizli və aşkar şirklə. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "İnnə əxvafə mə əxafu aleykumə şirkul asğar." Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Soruşurlar ki, "Və mə şirkul asğar?" Şirk nədir? Qalə ər-riya, deyir ki, riyadır. Yəqulullah azze və cəl li ashabi zəlikə yevmil qiyamə ilə cəzən nəs izhəbu iləl-ləzinə kuntum turaunə fid-dunya fanzuru həl yetəcidunə indəhum cəzə. Yəni qiyamət günü Allah Teala insanları hesaba çəkdiyi zaman riyakarlıq edənlərə deyəcəkdir ki, gedin deyə o kimsələrin yanına, onlar üçün siz əməlləri onlar üçün edirdiniz, onlar görsün, tərifləsin deyə. Baxın onların yanında bir mükafat tapırsınızmı? Və ikinci məsələ isə odur ki, bu hədisdən alınan faydalardan, yəni kin-küdurətin, insanlar arasında olan küsülüyün və kin-küdurətin təhlükəli olması. Yəni Allah Teala küsülü olanları bağışlamır. Hiqdul muslim ala axil muslim buğdan lehu li hava fi nefsi. Yəni müsəlmanın müsəlman qardaşına qəlbində kin bəsləməsi, nəfsi bir məsələlərə görə, dünyavi bir məsələlərə görə. Bilmə fəhədi təmna'ul məğfirətə fi əksəri əvqatil məğfirəti və rəhməti. Bu nə qədər təhlükəlidir ki, bir çox məğfirət vaxtı, rəhmət zamanı o insanın bağışlanmasına mane olur. Necə ki, Səhih Müslimdə keçən hədisdə Abu Hureyre radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Tuftahu abvabul cenneti yevmel ithneyn vel xamis
Hər dördüncü və birinci günlər cənnətin qapıları açılır. فَيُغْفَرُ لِكُلِّ عَبْدٍ لَا يُشْرِكُ بِاللّٰهِ شَيْئًا إِلَّا رَجُلًا كَانَتْ بَيْنَهُ وَبَيْنَ أَخِيهِ شَحْنًا فَيَقُولُ أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحًا. Yəni hər bir insan bağışlanır. Allaha şərik qoşmayan hər bir insan, hər bir bəndə bağışlanır. Yalnız o insandan, o kişiden başqa ki, onunla qardaşı arasında kin, küdurət, küsüllük olar. Və ona deyər ki, anzuru, yəni onlara möhlət verin. Onlara möhlət verin, onlar barışana qədər. Yəni barışana qədər onlar bağışlanmırlar. Allah qorusun. Və ona görə deyir ki, insanın köksünün salamat olmasından daha gözəl nemət ola bilərmi? Və elə bil sənin köksün salamat olduğu zaman qəlbində kin, küdurət saxlamırsansa, sən gününü də, gecəni də rahatlıq içərisində keçirirsən. Amma başqası isə qəlbində kin, küdurət olan isə insan sıxıntı içərisində həyatını keçirir. Və ona görə çalış ki, qəlbin məxmum olsun. Məxmum nə deməkdir? Yəni Ramazan ayı gəlməzdən əvvəl, yəni qəlbini xaliqlə məşğul et, insanlarla yox. Və beləliklə deyirsən de insanların Allah qatında ən əfsəli ola bilərsən, ən əfsəli. Məgər deyirsən bu hədisi eşitmədinmi? Peyğəmbər sallallahu aleyhi və səlləmə deyiləndə ki, eyyün nəsi əfdal, insanların hansı daha fəzilətlidir? Və buyurur ki, kullu məxmumil qalbi saduqul lisan. Qəlbi məxmum olan hər kimsə və doğru danışan. Doğru danışan və qəlbi məxmum olan. Və soruşurlar sahabələr, ya Rasulallah, biz doğru danışmağı bilirik, amma məxmum nə deməkdir? Ərəb sözüdür, amma yenə mənasını soruşurlar. Məxmum nə deməkdir? Deyir ki, Peyğəmbər s.ə.v huvət-təqiyyu, ən-nəqiyyu, la ismə fihi, və la bəğyə, və la qillə, və la həsəd. Deməli, o elə bir qəlbdir ki, o qəlb təqvalıdır, o qəlb pakdır. Orada nə günah var, nə azğınlıq var, nə kin-küdurət, nə də həsəd var. Deməli, Allah qatında insanların ən əfsəli doğru danışan və qəlbi məxmum olan, o da təqvalı, pak və kin-küdurətdən qəlbi təmiz olan, yəni bir kimsədir. Və bu məsələ həqiqətən yəni olduqca mühümdür. Və də insan nə qədər əməllər edərsə, nə qədər işlər də görərsə, əgər qəlb düzəlməyibsə, yəni o əməllərin bir növ faydası olmur. Əməllərin təsiri olmur. Necə ki, İbn-i Qayyim Rahimullah deyir ki, biz bilirik ki, zikir şeytanı qovur. Zikir şeytanı qovur. Zikrin yəni fəzilətlərindən odur ki, zikir şeytanı qovur. Amma bəzən de zikr edir, şeytanı qovmur. Mesela, la havle ve la kuvvete illa billah, subhanallah, elhamdülillah, şeytan qaçmır. Deməli, zikirdə problem ola bilməz. Deməli, problem orada hardadır? Problem bizdədir. Problem nədir? Problem nə qədər ki, bizim qəlbimizdə şeytanın azuqəsi var, etdiyimiz zikrin də təsiri olmayacaqdır. Sonra misal çəkir. Deyir ki, onun yəni iblisin, şeytanın misalı itin misalına bənzəyir. Bir ac itdir. Və sənin üstünə gəlir və sənin də qabağında əgər ət olarsa, çörək olarsa və sən nə qədər qışqırsan it qaçmayacaq. Niyə? Çünki sənin qabağında itin azuqəsi var. Çörək var, ət var. Əgər sənin qabağında ət olmasa, çörək olmasa, sən qışqırdığın zaman it qaçacaqdır. Niyə? Azuqəsi olmadığına görə. Və həmçinin də şeytan da belə. Nə qədər ki bizim qəlbimizdə o itlər var, onun azuqəsi var, yəni təsir etməyəcək. İbadətin təsiri olmayacaq, zikrin təsiri olmayacaq. Və ona görə ən əsas olan, yəni birinci o qəlbin təmizlənməsidir. Həmçinin başqa bir misal da çəkilir. Bəzən də insan müalicə olunmaq istəyir. Yəni biri məsələn müalicə olunub, pəhriz saxlayıb, dərman qəbul edib, yəni umulan nəticəni əldə edib. Və o birisi də görür ki, bu o dərmanları qəbul elədi və sağaldı. Amma bu insanın dərmanları qəbul edir, pəhriz saxlamadan, mədəsi dolu olduğu halda. Bu necə sağalsın deyir.
Mədəsi dolu oldu, aldı dərmanları qəbul edir. Yəni bu da mümkün deyil. Deməli dərmanın təsir etməsi üçün sən pəhriz saxlamalısan, sonra dərmanı qəbul edir. Və həmçində də insan qəlbini təqva ilə pəhriz saxlamalıdır ki, etdiyi zikrin, əməllərin təsiri olsun. İndi yaxşı sual ortaya çıxır. Bəs təqva ilə pəhriz saxlayanlara, o təqva əhlinə məgər şeytan toxunmur? Onlara da toxunur. Amma onların bunlardan fərqli cəhəti nədir? Fərqli cəhəti ondadır ki, bunlar yəni zikr edən kimi şeytan dərhal qaçır. Bu birlər zikr edəndə şeytan qaçmır. Çünki Allah Teala A'raf surəsində buyurur: "İnnellezîne ittaqav izâ messehum taifun mineşşeytani tezekkeru fe izâhum mubsirun." Deyir, təqva əhlinə də şeytan bir şeylə toxunduğu zaman onlar da Allah'ı zikr edərlər və zikr edən kimi dərhal ayılarlar. Görənlərdən olarlar. Nəyə görə? Həmən təqva ilə pəhriz saxladıqlarına görə. Amma o birisi isə yox. Ona görə bu məsələ olduqca mühümdür. Yəni bu qəlbə, yəni belə bir qəlbə nur, elm, vəhiy, yəni çətin olaraq girsin. Ona görə İbn Teymiyyə rahimehullah deyir ki, nə qədər ki insanın qəlbində itlər var. Qəlbdə itlər varsa, yəni o qəlbə yəni xeyirli mənalar girməz. Bir insanın qəlbində itlər varsa, o qəlbə nə girməz? Quran girməz, xeyirli mənalar girməz. Bunu hardan dəlil var ki? Fikir alimlər başqadır. Faydanı hardan çıxardır? Deyir, Cəbrail aleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmə vəd vermişdik, gələcək. Və vədə tamam olur, Cəbrail aleyhissalam gecikir. Hətta yoldaşı deyir ki, nə oldu? Gecikdi. Və Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, bu onun əxlaqından deyil. Yəni burada nəsə var. Və yolda görüşərkən Cəbrail aleyhissalamla və şikayətlənir. Və şikayətlənəndə Cəbrail aleyhissalam deyir ki, evdə it var idi. Yəni o da Peyğəmbər sallallahu nəvələrindən birinin küçüyü idi, çarpayının altına girmişdi. Yəni fikir verin, deyir, Cəbrail aleyhissalam deyir, hara girmədi? Küçük olan, it olan evə girmədi. Nə gətirirdi? Elm, nur, vəhiy gətirirdi. İndi görün, əgər deyir, bir qəlbdə deyir, itlər varsa, o qəlbə deyir, Quran necə girsin? O qəlbə xeyirli mənalar necə girsin? Özə bunlar həsəd, kin-küdurət, insanın özündən razılığı, təkəbbürlük. Bunlar deyir, elə belə yox. Bunlar deyir, quduz itlərdir. Bunlar deyir, hürən itlərdir. Yəni, əgər bu itlər qəlbdə varsa, yəni faydası olmur. Ona görə bəzən insan çalışır, görür bir nəticə yoxdur. Deməli, hər bir şeyin yəni əsası var. Yəni, düzgün şəkildə əldə etmək üçün əsaslar var. O əsaslara uyğun şəkildə olanda nəticə olur, umulan nəticə əldə olunur. Yox, əgər düzgün olması mümkün deyil. Ona görə ilk əvvəl, deməli, Ramazan ayına girməzdən əvvəl nə etməliyik? O itlərdən qəlbimizi təmizləməliyik ki, onun bərəkətindən əldə etmək üçün, faydalanmaq üçün. Artıq da bizim həyatımızdan belə çox qalmayıb. Bəlli saatlar ola bilsin, bəlli dəqiqələr qalıb. Ya artıq qəflətə vaxt qalmayıb. Və son da mütləqdir. Sonumuz bir çuxurdur. Və o çuxur da çox zülmət bir, qaranlıq bir yerdir. Və bizim lüğətimizdə ona qəbir deyilir. Əl-qabru ləzi la ya'du an yakuna hufratan aw rawda. Həmin qəbir də ya cəhənnəm quyularından bir quyu və yaxud da cənnət bağçalarından bir bağçadır. Allah qorusun, Allah Teala onu bağça etsin hər birimiz üçün. Və mütləq biz bu dünya astronovkasını, dayanacağını yaxınlıqda biz tərk edəcəyik. Sonra məcburi şəkildə qəbrə, qəbristanlığa üz tutacağıq. Xilalə yevmi aw ba'da yevm, bir gün və yaxud bir neçə gündən sonra. Və buna görə tənbəlliyin yəni tozunu üstündən sil və hər bir ciddi şəkildə işə başla. Və sən de gözünlə saatın əqrəblərinə bax və gör ki, o əqrəblər işləyir, dayanmır. Və elə bil ki, saatın əqrəbləri sənə deyir ki, İ'məl kəmə rəaytəni ə'məl. Necə ki, məni görürsən işləyirəm və sən də o cür işlə, dayanma. Fəllahzatul vahidətul hətəmə. Hər bir anın öz qiyməti vardır. Və qad təkunu fəriqə beynən nəcəti vəl hələkə. Ola bilsin, bir an insanla qurtuluş və həlak arasında bir fərq olsun. Və yaxud cənnətlə və cəhənnəm arasında. Fəsəbiq əqaribə səatikə lə təlsəqqə əqsidukə lə təqtuluq. Və deyirsən, saatının əqrəblərini qabaqla, saatın əqrəbləri səni sancmasın, yəni səni öldürməsin.
وَعَلَمْ أَنْ كَمَا أَنَّ فِي وُقُوفِهَا مِنْ عَنِ مَوْتُهَا فَكَذَٰلِكَ وُقُوفُكَ يعني مَوْتُ قَلْبِكَ. Necə ki, bil ki, saatın əqrəbləri dayandığı zaman o saatın ölməsi deməkdir və sənin də dayanmağın, əməl etməməyin sənin qəlbinin ölməsi deməkdir. لَقَدْ مَرَّ عَلَيْكَ فِي الصَّحِيحِ أَنَّ عُقُوبَ مَنْ نَامَ عَنْ صَلَاةٍ وَهُوَ كَسْرُ رَأْسِهِ فِي الْقَبْرِ. Artıq səhih hədisdə keçmişdir. Kim səhər namazını yatıb qalarsa, onun qəbirdə əzabı başının sındırılmasıdır. Səhər namazını yatıb qalan insanın əzabı, qəbirdəki əzabı daşla başının sındırılmasıdır. Və bu da nəyi bildirir? Həqiqətən tənbəlliyin nə qədər təhlükəli olmasını, qəflətin aqibətinin pis olmasını فَحَتَّى مَكَسَلُكَ وَاسْتَسْلَامِ لِوَاقِعَ الْمُرْ وَكَيْفَ الْأَمَنْ مِنْ قُبَةٍ لَا يَزَالُ صَاحِبُ صِرًّا عَلَى الْجَرِيمَةِ. Və buna görə sən tənbəlliyini qaldır və ciddi şəkildə əmələ başla və nə qədər salih əməl etsən də onu gözündə balaca gör və etdiyin günahları böyük gör və tövbə edərək ciddi şəkildə əmələ başla ki, müvəffəq olasan və Allah Teala hər birimizi xeyrə müvəffəq etsin və Allah Teala hər birimizi Ramazan ayına çatdırsın. Allah Teala hər birimizi Ramazan ayında bağışlananlardan etsin. Allah razı olsun. Selamun aleyküm.